Hamıya salam, sabahınız xeyir olsun. Yeni bir vloga başlamaq istəyirəm. Özümə belə limonlu su hazırlamışam. Bunu içməyə başlamışam artıq. Belə dənədiklər də görünür içində. Belə olanda daha çox xoşlayıram. Bunu dünən Instagramda paylaşmışdım. Məndən soruşmuşdunuz ki, bunu arıqlamaq üçün mü içirsən? Yəni belə deyim, arıqlamağa da faydası var. Amma ümumi olaraq bu detoks su kimi mən bunu nəzərdə tutub içirəm. Bədəndəki işçiliyi, ödəmi azaldır. Sağlamlıq yəni verir də bir növü, yoxsa belə xüsusi diyeta eləmirəm hələ ki. Ona görə də elə bunu içirəm ki, bu biraz iştahı da azaltsın. Düzdür, elə çox iştahım olmur, amma yenə də məsələn üçün limonlu suyu səhərlər ac qarnına içəndə ümumiyyətlə təzyiqim zaten aşağı olur. Mən biraz da mənə narahatlıq verir. Ona görə də belə detoks su halında hazırlamışam ki, gündəlik olaraq içim. Yəni sırf səhərlər içsəm birbaşa limon suyunu o mənə təzyiqimi aşağı salır. Və bu arada üzümü La Roche-Posay'ın üzüm jeli ilə yudum. İndi biraz baxım eləyəcəm, biraz da makyaj eləyəcəm. Sabah deməli Adəmin 6 ay tamam olur. Buna görə də hazırlaşacağım, gedəcəm şəhərə. Mağazaya baxım, biraz şar falan alım. Qaynama da demişəm tort sifarişi versin. İnşallah ki sabah da neyəsə sizin üçün paylaşacağım. Yəni 2 günü birləşdirib birlikdə bir video eləyib paylaşarım. İlk olaraq saçımı yığmaqla başlayıram. Üzümü nəmləndirirəm. Üzüm nəmləndirmək məncə mütləqdir həqiqətən də. Gündəlik yüz qulluğunu etməyəndə, dərini yaxşı nəmləndirməyəndə makyaj üzdə heç də yaxşı görünmür. Pütür-pütür bir görüntü yaradır. Və daha sonra tonal kremimi istifadə edirəm. Əslində tonal krem deyil, bu BB kremdir. Bunu Home-Life-dan almışdım. Həqiqətən çox yüngül teksturası var və mənim üzümə çox qəşəng oturur. Üzdə ağırlıq vermir, rahat hiss elətdirir. Parlaq bir görüntü olur. Düzdür ki, mənim dərim yağlı dəri tipidir, amma həqiqətən üzümdə çox yaxşı görünür. Daha sonra qaşlarımı sabitləyirəm. Bunu mənə hədiyyə olaraq vermişdilər. Çox sağ olsun buradan. Təşəkkür eləmək istəyirəm. Yəni belə deyim də, əvvəlki videolarımda göstərmişdim bunu sizə. Əlimdə hələ ki bu maye ənlik var idi. Toz ənliyi əvvəl istifadə edirdim. İndi hal-hazırda bunu almışam deyə bundan istifadə edirəm. Fikrim var ki, Temu'dan Misli markasının belə deyim də ənliyini alım, istifadə edim, görüm necədir. Bu arada makyaj arasında elə belə bir şey sizinlə bölüşüm. Belə makyaj üçün primer almışdım, amma bunu heç bəyənmədim. Yəni təsəvvür edin ki, cəmi bir dəfə istifadə eləmişəm. Belə üzdə çox yağlı bir görüntü verir. Görüntü qalsın bir qırağa, elə bir hissiyat verir deyə məni çox narahat elədi. Ona görə baxın aldığım kimi də elə dəbdəzə qalıb. Bir dəfə istifadə eləmişəm. Bəlkə də bunu quru dərili biri istifadə eləsə, onda daha yaxşı effekt verə bilər. Baxaram, olmasa Instagramda paylaşaram. Bu formada. Daha sonra harda qalmışdıq? Tananini vurdum. Biraz yanaqlarıma pəmbəlik gəlsin deyə ənlik vurdum. İndi bir balaca highlighter vuracağım, tuş vuracağım, pomada falan. Belə makyajı bitirəcəm. Çox, yəni belə zaten mən azıcıq bir balaca da olsa makyaj eləmiş olsam, mənim üzümdə o hədsiz dərəcədə çox görüntü yaranır. Niyə bilmirəm, belədir məndə. Son zamanlar hər kəsin belə ağız dolusu paylaşdığı, çox razı qaldığı tuşdan mən də almışam. Instagramda məni izləyirsinizsə bilərsiniz. Özümə bu tuşdan aldım. İlk dəfə istifadə eləyəndə o qədər də belə bir wow nəticə görmədim. Halbuki qiyməti hədsiz bahadır. 20 manatdan yuxarıdır, yəni onu deyim dəqiqliklə. Amma o qədər də çox razı qalmadım. İkisini mən belə olanını seçdim. Baxın. Formada da əslində pis deyil. Sadəcə niyə çox da belə ürəyimdə olmadı bilmirəm. İndi birinə istifadə edeyim. Sonra digər kirpiyimdə nəticəyə baxaq. Bax, məsələn belə olanda heç nə yoxdur da. Görürsünüz, kirpiklərim çox aşağı düşür. Amma mən də ümumiyyətlə tuş vurandan sonra çox qəşəng görüntü olur. İndi bir dənə yoxlayaq. Hədsiz çox pinci vurdum. Gözümün üstünə buladım. Buralara falan bulaşdırmışam. Amma belə, necə deyim sizə, nəticə olaraq yaxşıdır. İndi bunlar təmizləyib ümumi makyajı sizə göstərəcəm. Amma mənim demək istədiyim odur ki, yəni bu qiymətə görə məncə bu tuşa dəyməz. Belə düşünürəm.
Siz nə düşünürsünüz? İstifadə edənlər varsa aranızda fikrinizi mənimlə bölüşün. Bunu da indi silmirəm, bir balaca qurusun. Daha sonra qulaq çöpü ilə təmizləyəcəm, gedəcək rahat bir şəkildə. İndi dodaq boyamı falan da çəkim. Sonra hazırlaşım. Mamamgil gəlib mənə götürəcəklər. Adəmlə harasa avtobusla, piyada getmək mənim üçün hədsiz çətindir. Ona görə atam sağ olsun gələcək, maşınla aparacaq məni. Qızlar, deməli o gün bir video qabağıma çıxıb. Videoda deyir ki, bir növ həsrət qalmışam. Uşaq olandan sonra necə deyim, rahat oturub makyaj etməyə falan. Həqiqətən də məndə də elədir. Eləyirəm amma makyajı. Sadəcə belə rahat ürəyimcə olmur da, yəni əvvəlki qədər rahatçılıq olmur. Siz nə düşünürsünüz bu mövzuda? Fikirlərinizi məndən bölüşərsiniz. Mən də son kiprimin bu izi ilə gedərək dedim bir balaca da qara qələm vurum. Qara qələm həmişə vurandan sonra barmağımın ucu ilə belə çəkirəm. Onda daha gözəl görüntü alınır, daha təbii olur. Belə. İndi dodaq boyamı çəkəcəm, bir də konturumu. Dodaq qələmim 764 nömrəm istəyir, bir də pastelin 27 idi səhv eləmirəmsə. Harda yazılmışdı bu? Neyse yadımdan çıxdı bu 27 hə. Bu ikilidən istifadə edirəm, gəlin. Son zamanlar ən çox istifadə elədiyim dodaq kombosu budur və məndən də hər zaman soruşulur. Əvvəllər mən Oriflame'in bu tip bir dodaq boyası var idi. Daha doğrusu dodaq qələmi ikili idi. Biri qaş üçün idi, biri dodaq üçün. Bax elə ondan istifadə edirdim. Eynilə onda da bu effekti alırdım və çox razı idim. Sonra o qələm bitdi, satışı da bitdi deyə ala bilmədim. Ona görə və özümə uyğun olaraq tam da razı qaldığım həmin bu dəsti tapdım. Trendyoldan, daha doğrusu Instagramdan bir səhifədən sifariş elədim və makyajımın son halı belə oldu. Daha sonra Atagil gəldi, məni götürdülər və biz mağazaya getdik. Biraz alış-veriş elədim. Daha sonra evə qayıtdıq. Burada artıq Adəmin yeməyini yedirdirəm və sonra sizinlə biraz söhbət eləmək istəyirəm. Aldıqlarımı sizinlə bölüşəcəm. Baxın görün hələ bu gün nələr aldım. Axşam da yəqin ki şarı falan doldurmağa başlayaram ki yavaş-yavaş buraları hazırlayayım. Adəmin başına qoymaq üçün bir dənə papaq axtardım, amma belə tapa bilmədim. Sırf üstündə 6 ay yazılan. Düzdür, Temuda var idi bir çox, yəni bu axtardığım şeylərin hər biri məncə Temuda var. Sadəcə mən gözləmək səbrim çatmadığı üçün buradan almaq məcburiyyətində qaldım. Gördüğünüz kimi belə aycıqlı bir dənə şar aldım 5 manata. Kağız hazır aldım. Bunu konus formasında bunu aldım, kartonu və özüm Adəmə papaq hazırlayacağım bundan. Bir dənə belə sərvət qaldım. Daha sonra bir dənə tortun üstünə qoymağa belə şam almışdım. Heç bu şamı istifadə eləmədim, yadıma düşmədi. Daha sonra tək-tək büləmək üçün şarlar aldım, dekoru tamamlamaq üçün. Və bir də bu klokun içində nə var? Temudan sifariş elədiyim eynək dəstim var. Və bir də dodaq üçün nəmləndirici, dodaq balzamı belə deyim də, maye formasında ondan istifadə elədim. Həqiqətən də çox razı qaldım. Mən düşünməzdim Temuda bu qədər keyfiyyətli olar həqiqətən də və ümumiyyətlə eynəklər də həmçinin çox qəşəng çıxdı, çox bayıldım. Yəni bunlara qiymətinə dəyər məncə. Temuda məhsulların kodunu məndən soruşursunuz ki, məsəl üçün aldığım, göstərdiyim məhsulların kodu nədir və s. Qızlar, valla düzün deyim, keçən videolarda da demişəm, mən məhsulların kodu harda olur bilmirəm. Biləniniz varsa rəylərdə yazarsınız. Gələn dəfəki videolarda elə birbaşa məhsulların kodunu yazaram, amma bilmirəm, yəni ona görə üzrlü sayın. Nəyinsə kodunu istəsəz və yaxud da linkini istəsəz, mən buradan sizə birbaşa linkini ata bilərəm. Ona görə də çəkilimin nə lazım olsa soruşun rəylərdə. Şarları doldurmağa başlayanda saat, bilmirəm, 12 miydi, 1 miydi? İnanın o qədər narahat oldum. Şarları doldurunca o qədər yoruldum. Hər birini tək-tək doldurmuşam, təsəvvür eləyin və bunlara da biraz enerji sərf olunur. Plus da təzyiqim indi nə oldusa artıq
videodan da bəlkə hiss eləyərsiniz. Arada belə başım gedib gəlirdi də. Elə bildim bəlkə bu dəqiqə bayılacağım. Özümü ancaq saxladım. Bayaqda dediyim kimi Adəmin papağını özüm hazırladım. Çünki baxdım Adəmin başına uyğun olan yox idi. Plus da ki üstündə 6 ay yazılanı yox idi. Ona görə də elə birbaşa dedim qoy özüm bir dənə hazır formada konus alım tapım. Daha doğrusu satıcı onu mənə pulsuz şəkildə verdi. Çox sağ olsun. Təşəkkür edirəm ona buradan. Gülay mağazasından almışım. Naxçıvanda yaşayanlar bilər. Ümumiyyətlə belə deyim də özümə fayda verən nələr varsa bunu həmişə çalışmışam ki, sizinlə də bölüşüm. Həqiqətən Gülay mağazası elə bir mağazadır ki, bu reklam deyil də. Axtardığınız hər bir şeyi oradan tapa bilərsiniz. Bir oradan ala bilərsiniz. Bir də Naxçıvanda yaşayanlar, məsələn, Cahan 57-də bazarda elə Cahanın içinə daxil olub sol tərəfə çönəndə səhv eləmirəmsə, bir dənə mağaza var. Orada da hər bir şey satılır da. Yəni oradan da nə istəyirsinizsə tapa bilərsiniz. Burada artıq mən başlamışam. Aldığım kağızın üzərinə qoydum. Yəni kişi mənə dedi ki, bu formada hazırlaya bilərsən. Eyni formada kağız aldım. Onu kəsdim və həmin o konus formalı papağın üzərinə onu sabitlədim, yapışdırdım. Daha doğrusu skoçla hazırladım da mən onu da. Sonra o belə zımba deyirlər, nə deyirlər, ondan da bərkitdim ki, bir-birindən ayrılmasın. Videonu çəkəndən sonra fikir verdim ki, üzümdə o qədər mimiklər oynayır. İnanın yuxum tökülürdü, gözlərim yumulurdu. Plus da dediyim kimi narahat oldum biraz da. Ona görə heç nə haldaydım, heç özüm də bilmirəm. İndi videonu səsləndirəndə daha çox fikir verdim ki, həqiqətən də yorğunluğum üzümdən axır rəsmi. Bu dəqiqə mamamın, atamın, özün valideyn ol, bizi başa düşərsən dediyi tam olaraq da o yaşdayam. Həqiqətən də valideyn olaraq istəyirəm ki, övladım üçün hər şeyin ən yaxşısını eləyim. Papağımı da hazırladım. Şarların hər birini doldurdum. Böyük bir əziyyət var. Amma balam üçün dəyər. Hər bir şey artıq hazırladım. Və bu günü bağlayıram. Adəm üçün belə bir geyim hədiyyə gətirilmişdi. Həmin bu geyimi geyindirmək istədim. Çünki çox bəyəndim. Şık görünürdü. Sadə bir geyim olsa da çox qəşəng idi. Heyif ki, əyninə bir balaca artıq dar olmağa başlayırdı. Sadəcə bir dəfə geyindirə biləcəm. Yəni düşünün ki, bir geyimi sadəcə bir çəkiliş üçün geyindirdim. Şəkillərini çəkdim, daha sonra artıq balaca olduğu üçün çıxartdım çünki sıxırdı. Belə, amma mən çox bəyəndim. Həqiqətən günümüz çox maraqlı keçdi. Adəmi burada geyindirəndən sonra tez qaçırdıram şəkillərini çəkmək üçün. Çünki bilirsiniz də uşaqların bir balaca başı qarışır. Biraz keçəndən sonra başlayırlar mızıldanmağa, ağlamağa. Ona görə də tələm-tələsi çalışırdım ki, hər bir şeyi çatdırım.
Bu günümdə yanımda olan, əziyyət çəkən, əməyi olan hər kəsə buradan təşəkkür eləmək istəyirəm. Videonu izləsələr özləri də görəcəklər. Və ən əsası mənim balaca balama bir neçə ürək sözüm olacaq. İnşallah ki, böyüyəndə bu videoları izləyər və bu videolar hər biri onun üçün xatirə olaraq çəkilib. Hər bir şey sənin üçündür balam. Hər zaman ağıllı olasan, uğurlu olasan həyatının bütün anlarında. Mama sənin yanında olacaq. İnşallah Allah verdiyi ömrü sağlam yaşayasan. Bütün arzularına çatasan. Nə lazımdırsa sənin üçün hər zaman əlimdən gələni eləyəcəm. Gələn gəldi, gedən getdi. İndi sıra qabları boşaltmaqdadır. Bunlar yoyulur. Instagramda paylaşmışdım. Saçım üçün Ollie'nin belə saç spreyini almışam. Bu krem sprey qarışıqdır. Və bir də bu feni də paylaşanda həmişə məndən soruşurlar ki, bu feni hardan almışam? Bu illərimdə, mən vaxtlarımda da bundan varıydı. İndi hal-hazırda yoxdur. Amma ben ondan tapıb alıb ki, illərimdə almışdır. İndi hal-hazırda satışda yoxdur. Qadarını almışdığım kimi. O qədər yaxşı bir fendir ki, rahatlıqla saçımı ondan şəkilləndirirəm, darayıram. Qurulayanda zaten mənim saçımın özü düzdür, amma bu fenlə eləndə daha da düz olur. Gündə 3 dəfə Aydəmə normalda belə smes verirəm. Saat günorta 12-də, 6-da, bir də gecə 12-də verirəm. Artıq Aydəm yeməyini yemək üçün hazırlaşmışdı. Yeməyi görəndə ürəyi keçir də, əl qollatır ki, tələsir tez yemək üçün. O yeməyini hazırlayıram, daha sonra da elə günü belə bitiririk. Və sonda sizlərdən bir xahişim olacaq. Zəhmət olmasa kanalıma abunə olun, videoları like eləyin və yorumlarda aktiv olun. Bye bye.